değerli valideynlər, əziz məktəb yoldaşlarım və Gələcək İşıq FM-in radiosunun hörmətli dinləyiciləri. Bugün efirə səslənən bu veriliş tariximizin yaddaşına, milli hərbi işçimizin şərəfli səhvlərinin ehtiramının ifadəsidir. Bugün biz Azərbaycan dövlətçiliyinin və milli ordumuzun formalaşmasında misilsiz xidmətləri olan görkəmli hərbi xadimi, Azərbaycanın ilk ordu generalı Səməd bəy Mehmandarovun əziz xatirəsini anırıq. 12 fevral Səməd bəy Mehmandarovun anı günüdür. Mən Lənkəran rayonu Yuxarı Nüvədi kənd Tamamlı Ümumi Məktəbinin 9A sinif şagirdi Gülay Qurbanzadə. Bugün Gələcək İşıq FM radiosunun efirində səslənən bu xüsusi verilişi sizinlə birlikdə bölüşməklə qürur duyuram. Qeyd etmək istərim ki, bugünkü veriliş həm də məktəb radiosu üçün xüsusi əhəmiyyət daşıyır. Bugün Gələcək İşıq FM radiosunun 400-cü buraxılışı yayımlanır. 400 buraxılış ərzində məktəb radiosu maarifləndirici məzmunu, tarixi yaddaşı yaşanan verilişləri və şagirdlərin intellektual inkişafına xidmət edən mövzuları ilə öz dinləyici auditoriyasını formalaşdırmışdır. Bu yubiley buraxılışı məktəb radiosunun davamlı fəaliyyətinin, kollektiv zəhmətin və məsuliyyətli yanaşmanın göstəricisidir. Səməd bəy Mehmandarov Azərbaycan hərb tarixində təkcə yüksək rütbəli sərkərdə kimi deyil, həm də dərin intellekti, strateji düşüncə tərzi və vətənə sədaqəti ilə seçilən şəxsiyyət kimi tanınır. O, 1855-ci ildə Lənkəran şəhərində anadan olmuş, hərbi təhsilini Rusiya İmperiyasının nüfuzlu hərbi məktəblərində almışdır. Artilleriya sahəsində mükəmməl bilikləri yaradan Səməd bəy qısa müddət ərzində peşəkar zabit kimi tanınmışdır. Onun hərbi fəaliyyəti xüsusilə Port Artur müdafiəsi zamanı göstərdiyi şücaət və sərkərdəlik məharəti ilə tarixə düşmüşdür. Bu döyüşlərdə nümayiş etdirdiyi iradə, dəqiqlik və əsgərlərinə olan qayğısı Səməd bəy Mehmandarovu dövrünün ən hörmətli hərbi rəhbərlərindən birinə çevirmişdir. O, hərbi əməliyyatları yalnız texniki deyil, eyni zamanda mənəvi aspektdən yanaşan nadir sərkərdələrdən olmuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Səməd bəy Mehmandarov milli ordu quruculuğuna cəlb edilmiş, hərbi nazir vəzifəsində fəaliyyət göstərmişdir. Onun rəhbərliyi altında Azərbaycan ordusunun təşkilatlanması, nizami hərbi strukturların formalaşdırılması və kadr hazırlığı istiqamətində mühüm addımlar atılmışdır. Bu dövrdə qəbul edilən qərarlar müasir Azərbaycan silahlı qüvvələrinin təməlini təşkil edən əsas prinsiplərin formalaşmasına xidmət etmişdir. Səməd bəy Mehmandarov üçün hərb yalnız silah gücü deyil, eyni zamanda nizam-intizam, vicdan və məsuliyyət deməkdir. O, zabit şərəfini hər şeydən uca tutmuş, əsgərlərindən ümumi olmuşdur. Tarixi mənbələrdə onun sadəliyi, prinsipallığı və ədalətli münasibəti xüsusi qürurlanır. Bu keyfiyyətlər onu yalnız sərkərdə kimi deyil, həm də böyük şəxsiyyət kimi yaddaşlarda yaşatmışdır. Azərbaycanın ilk ordu generalı kimi Səməd bəy Mehmandarovun adı bugün də hərbi təhsil müəssisələrində, elmi tədqiqatlarda və vətənpərvərlik ruhunun aşılandığı bütün məkanlarda ehtiramla çəkilir. Onun həyat yolu gənc nəsil üçün xidmət, fədakarlıq və milli məsuliyyət nümunəsidir. Əziz dinləyicilər, Səməd bəy Mehmandarovun irsi bizə bir həqiqət xatırladır. Güclü dövlət güclü orduya, güclü ordu isə savadlı, vətənpərvər və vicdanlı kadrlara söykənir. Bu irs bugün də aktuallığını qoruyur və gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır. Bu anın günündə biz yalnız keçmiş xatırlanırıq, eyni zamanda gələcəyə baxır. Müstəqil Azərbaycanın təhlükəsizliyini təmin edən silahlı qüvvələrimizin formalaşmasında tarixi şəxsiyyətlərin rolu unudulmamalıdır. Səməd bəy Mehmandarovun həyat və fəaliyyət yolu bu baxımdan əbədi dəyər daşıyır. Gələcək İşıq FM radiosunun efirindən səslənən bu verilişlə biz milli hərbi tariximizə olan hörmətimizi bir daha ifadə edirik. Qəhrəman sərkərdələrin xatirəsi yaşadıqca xalqın ruhu da möhkəm olacaq. Mən Gülay Qurbanzadə, diqqətinizə görə təşəkkür edirəm. Bu anın günündə Azərbaycanın ilk ordu generalı Səməd bəy Mehmandarovun əziz xatirəsini dərin ehtiramla yad edir, hər birimizə vətənə sədaqət,
elmə və xidmətə bağlılıq arzulayırıq. Sağ olun, növbəti görüşürüz.